Belə hesab edirəm ki, forum öz qarşısına qoyduğu məqsədə nail oldu. Əlbəttə ki, bu həm beynəlxalq ekspertlərin burada iştirakı, yerli qurumların iştirakı, yüksək səviyyədə deməli iştirak etməsi, dəstəkləməsi onu göstərdi ki, doğrudan da forum vacib bir, necə deyirlər, mexanizmdir, vacib bir haldır ki, biz ondan istifadə eləməklə mövcud su ehtiyatları, su infrastrukturu, su ehtiyatlarının idarə edilməsi, monitoringi sahəsində həm dövlət qurumları, həm ayrı-ayrı şirkətlər və eyni zamanda beynəlxalq yanaşma sahəsində biz müzakirələr aparaq. Eyni zamanda burada göstərilən sərginin özü də göstərdi ki, müxtəlif texnologiyalardan biz müxtəlif ölkələrdə tətbiq olunan, uğurla tətbiq olunan texnologiyaları biz həm ölkəmizdə, regionumuzda ondan istifadə eləməklə biz suyun daha qənaətlə istifadə edilməsinə nail olaraq bildiyiniz kimi 30-40% su itkisi az deyil və bu 30-40% su itkisini qarşılamaq üçün ilk növbədə texnologiyalardan, burada göstərilən texnologiyalardan mən özüm bu 2-3 gün ərzində müxtəlif şirkətlərin burada göstərdiyi texnologiya tanış oldum. Doğrudan da çox vacib texnologiyalardır. Həm yeraltı sularla bağlı, həm səth sularla bağlı, həm suyun keyfiyyəti ilə bağlı, eyni zamanda su ehtiyatlarını elektron avtomat formada deməli monitoringi, məlumatların idarə edilməsi bu çox belə vacib, lazımlı haldır və əlbəttə ki, biz gələcəkdə onları tətbiq eləməklə biz, necə deyərlər, həm suyu daha səmərəli istifadə edə bilərik və bu sahədə təcrübəmiz artır, beynəlxalq təcrübə ilə tanış olaraq. Ölkəmizdə bu həyata keçirilən bu kimi forumlar, necə deyərlər, bizi dünyada gedən bu sahədə proseslərlə, fəaliyyətlə daha yaxından tanış edir və yaxınlaşdırır. Əlbəttə ki, biz belə götürsək, suvarmada tutaq ki, müasir suvarma metoduna, damcılama metoduna tətbiq olunma sahəsi, səviyyəsi aşağıdır. Və bu kimi texnologiyaların ölkəmizdə tətbiqi əlbəttə ki, suvarmada suya qənaət eləyə bilərik. Eyni zamanda su nəql edən qurğuların itkilərinin qarşısını ala bilərik. Sudan müxtəlif sahələrdə istifadə, təkrar istifadə, suyun təmizlənməsi, təkrar istifadəsi kimi sahələrdə də biz istifadəni daha da yaxşılaşdıra bilərik ki, mən də belə hesab edirəm ki, bu forum öz sözünü dedi, bu sahədə və gələcəkdə də biz forumların bu formada davam etməsi nəticəsində biz qarşıya qoyduğumuz deməli məqsədə, yəni sudan daha səmərəli istifadə eləməyə, iqlim dəyişmələri fonunda, su qıtlığı fonunda müxtəlif sahələrin su ilə təmin olunması məqsədimizə nail ola biləcəyik.